Əxlaq anlayışı insanı sonsuz məhdudiyyətlərlə üz-üzə qoyur. O, elita adlanan manyaklara bir baxın. Onlar üçün əxlaq yoxdur, onlar üçün heç bir əxlaqı dilenmə məcburiyyət deyil. Sadəcə lazım olanda taxılan saxta bir maskadır. Əxlaq sadəcə sayı qarışqa kimi çox olan sadə insanlar üçündür. Siz bu çürük qaydalara uyaraq öz potensialınızı məhv edirsiniz. İnsan canının istədiyi kimi danışmalı, davranmalı, nəyin düz, nəyin səhv olduğunu öz səhvləri ilə öyrənməlidir. Lakin bu lənətə gəlmiş əxlaq mexanizmi bizi düşünməyə belə imkan vermir. Beynimiz müəyyən qəlblərin içində çürüyür. Əxlaq elə bir tələdir ki, sənin dost mühitində belə ədəbli olmağa vadir edir. Bu qorxaqlıqla sən heç vaxt o manyaklara etiraz edəcək zəkaya sahib ola bilməzsən. Bu nə bəladır ki, niyə Allah da, dövlət də bizə eyni əxlaq nağılını danışır? Başa düşün, əxlaq insanları öz aralarında qorumaq üçün deyil, insanı tək olanda belə elitaya təhlükə törətməkdən çəkindirmək üçün icad edilir. Qədim dövrlərdə insanın qəlbini, gizli düşüncəsini bilmək olmurdu. Kütlələr üsyan eləyəndə onları qırmağa müasir silahlar yox idi. Ona görə də hər şeyi görən, qəlblərdə olanı bilən və cəza kəsən bir yaradanı icad etdilər. Onun əsas hökmü olan əxlaqı isə sizi tərbiyəli, hər şey düşünməyən, əlindəkinə şükür edən robotlara çevirmək üçün yaratdılar. Amma artıq dövr dəyişib. İndi mikrofonlar, dinləmələr, postları oxuyan sistemlər və beyinləri yuyan televiziyalar var. Artıq qəlblərdə olanı bilmək və idarə etmək üçün Allaha ehtiyac qalmayıb. Tezliklə Allahı pensiyaya çıxaracaqlar. Çünki əxlaq sadəcə kütləni sakit saxlamaq üçün idi. Unutmayın, əgər bir ailədə süfrə mədəniyyəti və saxta ədəb ərkan varsa, o ailənin elita qabağında əzilib büzülməyi də 2/2 qədər dəqiqdir. Əgər əxlaqa bütün xalq istisnasız olaraq hər kəs əməl edirsə, bu faydalıdır və bizə yalnız onu qorumaq düşür. Amma əgər əxlaq hamı tərəfindən pozulursa ki, bunu həmişə bilinci o elita adlanan manyaklar başlayır, onda sadə vətəndaşın əxlaqa sadiq qalması sadəcə elitanın daha da azğınlaşmasına xidmət edir. Sənin əxlaqın sənin qandalına çevrilir. Mən demirəm ki, süfrəni dağıdın, ailənizə cəlladlıq edin, amma anlayın, yuxarı sinif özbaşınalıq edəndə aşağı sinifin böyütdüyü o süfrə mədəniyyətli, ədəbli övlad elitanın qarşısında heç kimdir, sadəcə bir qurbandır. Amma yeri gələndə öz haqqını tələb edən, heç kəsdən icazə gözləməyən, lazım gələrsə süfrə dağıtmağı, masa dağıtmağı bacaran bir nəsil yetişsə, o elita heç vaxt öz başınalıq edə bilməz. Çünki onlar biləcəklər ki, qarşılarında uşaqlıqdan yox deməyi, üsyan etməyi öyrənmiş bir nəsil var. Əxlaq mədəniyyəti bizi çəkingən edir. Nəticədə dünya nimətləri ortada sahibsiz qalır və o ac gözlərin süfrəsinə yem olur. Əxlaq sadəcə mədəni bir oğurluq mexanizmidir. O, həqiqi ədalətin bərqərar olunmasına qarşı duran ən böyük səddir. Ədalətin nəsiyyətlərlə, boş-boş sözlərlə bərpa etmək xülyadır. Ədaləti bərpa etmək üçün mütləq qeyri-əxlaqi vəhşi bir vəziyyət yaradılmalıdır. Yalnız hər iki tərəf diş-dişə gəldikdə o həqiqətin toqquşmasının gücündən ədalət doğula bilər. Əxlaq isə sadəcə vəziyyəti olduğu kimi saxlamaq, zülmü rəsmiləşdirmək üçündür. O, heç nəyi dəyişmək gücündə deyil. Vəziyyət normaldırsa, əxlaq vəziyyəti normal saxlayır. Vəziyyət qeyri-normaldırsa, əxlaq vəziyyəti ilə qeyri-normal da saxlayacaq.